أليس الله بكاف عبدا. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina ve habibina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Vettabi'ine lehum bi ihsanin ila yevmiddin. Varda anna ma'ahum ya erhamer rahimin. Allahümme ec'alna hudaten muhtedin. Allahümme aslih niyyetena ve zürriyetena. Allahümme seddid akvalena ve a'malena bi hayrin ya ekremel ekremin. Əmmə bə'd. Hər birinizi xoş gördük əziz izləyicilər. Allah Subhanahu wa Taala'nın inayəti və neməti sayəsində Allamə Əbu Zəkəriyyə Yahya İbn Şərəf Ən-Nəvavinin 40 hədis kitabının şərhi ətrafında söhbətlərimiz davam edir. Və bugün Allahın köməkliyi ilə ikinci hədisin şərhi barədə söhbətləşmək istəyirik. Hədisin mətnini oxuyuram. Yenə də Ömərdən radiyallahu anhudan rəvayət olunur. Deyir ki, biz Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin yanında oturmuşduq. Birdən paltarı bəmbəyaz, saçları qapqara, üzərində heç bir səfər əlaməti olmayan və aramızdan da kimsənin tanımadığı bir adam gəldi. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin qarşısında oturdu, dizlərini onun dizlərinə dayadı, əllərini budlarının üstünə qoydu və dedi: Ey Muhammed, mənə İslam barədə xəbər ver. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu: İslam, Allahdan başqa haqq məbudun olmadığına və Muhammedin onun elçisi olduğuna şəhadət etmən, namazı qılman, zəkatı vermən, Ramazan orucu tutman, bacarsan, imkanın çatsa, Kəbəni həcc etməndir. Adam dedi ki, doğru söylədin. Və Ömər radiyallahu anhu deyir ki, biz buna heyrət etdik. Bir tərəfdən sual verir, digər tərəfdən isə təsdiqləyirdi. Sonra isə dedi ki, mənə iman barəsində xəbər ver. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu: İman Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, xeyri və şərri ilə qəza və qədərə və axirət gününə iman etməndir. Adam yenə də dedi ki, doğru söylədin. Sonra isə dedi ki, mənə ihsan barədə xəbər ver. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu ki, ihsan Allaha onu görürmüş kimi ibadət etməyindir. Sən onu görmürsənsə də, o səni görür. Sonra adam dedi ki, mənə qiyamət saatı barədə xəbər ver və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu ki, bu barədə soruşandan artıq bir şey bilmir. Dedi, elə isə mənə onun əlamətlərindən xəbər ver. Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, kölə qadınların, kənizlərin öz ağasını yaxud xanımını dünyaya gətirməsi və ayaqyalın, çılpaq, yoxsul çobanların hündür binalar tikməkdə yarışmasını görməyindir. Və ravi Ömər radiyallahu anhu deyir ki, sonra o kişi durub getdi, xeyli müddət bu vəziyyətdə qaldıq. Və sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dedi: Ey Ömər, bu sual verənin kim olduğunu bilirsənmi? Mən dedim, Allah və Rasulü daha yaxşı bilir. Dedi ki, bu Cəbrail idi, sizə dininizi öyrətməyə gəlmişdi. Cəbrail aleyhisselam göründüyü kimi bu hədisin məzmununda əsas yer alır. Bu hədis Ömər hədisi kimi məşhurdur. Lakin Cəbrail hədisi kimi daha çox məşhurdur. Və Cəbrail aleyhisselamın haqqında nə deyə bilərik? Cəbrail aleyhisselam İslam şəriətində bilinən ən muazzam, ən böyük, Allaha yaxın olan 4 mələkdən biridir. Onların digərləri məlumdur ki, Mikail, İsrafil, bəzən Əzrail kimi adlandırılan Mələkul Mevt, yəni ölüm mələyi və onların da deyildiyi kimi Allaha daha çox yaxın olan və ən əfzəli Cəbrail aleyhisselamdır. Hər bir insan tutduğu vəzifə ilə, gördüyü işlə şərəf qazanar. Onun fəziləti əməlinin fəzilətinin nisbətindədir. Və Cəbrail aleyhisselamın da fəzilətli olmağı təsadüfi deyil. Çünki onun əsas vəzifəsi
Allahdan aldığı vəhyi peyğəmbərlərə çatdırmaqdır. Bəli, Cəbrail əleyhissalam məhz vəhiy mələyidir. Cəbrail əleyhissalamın adları barədə danışası olsaq, Quran və sünnətdə onun adları Cibril, Cibrail, Cəbrail və sair müxtəlif formalarda zikr olunmaqdadır ki, bunların hamısı etibarlıdır və məqbuldur. Necə ki, bu hədisdə Cibril kimi zikr olunubdur. Cəbrail əleyhissalamın ləqəblərini soruşsanız, Quran və sünnədə Ruhul Əmin, Ruhul Qudus, Namus və sair kimi onun ləqəbləri bilinir. Cəbrail əleyhissalamın vəsflərindən bəhs eləyəsi olsaq, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisdə bizə nəql etdiyi kimi, necə ki, onu bir səfər üfüqdə öz surətində görmüşdü, Cəbrail əleyhissalam 600 qanadı ilə bütün üfüqü qapatmışdı. Və Cəbrail əleyhissalamın əməlləri barəsində, yəni öz xüsusi vəzifəsindən qeyri nə deyə bilərik? Cəbrail əleyhissalamın Bədir savaşı günü Allah Teala'nın müsəlman ordusuna göndərdiyi 1000 atlı mələyin başında gəldiyi məlumdur. Həmçinin hər il Qədir gecəsi nazil olub, yer üzünə nazil olduğu ələl-xüsus Quran əhlini, Quran oxuyanları axtarıb qeyd elədiyi məlumdur. Həmçinin Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin həyatda olduğu dönəmdə hər il Ramazanda nazil olub, Peyğəmbərimizlə bir yerdə Quran dərs etdikləri məlumdur və s. Hədisdə deyilir ki, Cəbrail əleyhissalam səhabələrin məclisinə hansı surətdə gəlmişdi? Paltarı bəmbəyaz, saçları qapqara. Bu, onun əyin başının təmizliyinə və gözəlliyinə dəlalət edən ibarələrdir. Eyni zamanda deyilir ki, onun üzərində heç bir səfər əlaməti görünmürdü və səhabələrin arasında da kimsə onu tanımırdı. Əslində bu deyilən amillər bir qəribəlik tərzi yaradır. Çünki bu 4 amil biri-biri ilə təzad təşkil edən amillərdir. Əgər adam müsafir olsaydı, onun paltarının bu qədər bəyaz və təmiz olma ehtimalı görünmürdü. Çünki uzaq ərəb çöllüklərində o paltar mütləq çirklənməli idi. Həmçinin tozlu, daşlı, küləkli yollardan keçib gələn bir müsafirin saç saqqalı bu şəkildə yaraşıqlı və təmiz olmamalı, qarışmalı idi. Artıq bu deyilən amillər burada nə edir? Bir qəribəlik tərzi yaradır. Və qeyd etmək lazımdır ki, Cəbrail əleyhissalam insan surətində Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə gələrkən adətən Dihyə İbni Xalifə Əl-Kəlbi adlı sahabənin surətində gələrdi. Çox yaraşıqlı sahabə idi. Lakin hədisdən görürük ki, bu dəfə o tanınmayan bir insan surətində gəlmişdi. Deyilir ki, oturdu, yəni namaz oturuşu bir oturuş kimi oturdu. Dizlərini Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin dizlərinə dayadı. Əllərini budlarının üzərinə qoydu. Bu ləfz barəsində alimlərimizin arasında 2 ehtimal və 2 rəy mövcuddur. Bir qism üləmaya görə o əllərini öz budlarının üzərinə qoydu. Digər rəyə görə isə o əllərini Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin budlarının üzərinə qoydu. Bu ehtimal daha yüksəkdir. Ona görə ki, sünənlərdə rəvayət olunan başqa səhih hədisdə açıq-aşkar ləfzlə rəvayət olunur ki, Cəbrail əleyhissalam öz əllərini Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin dizləri üzərinə qoydu. Qeyd eləyək ki, bu 2 ləfz biri-birini inkar etmir. Çünki budun dizə bitişi hissəsi var. Elə bu üzdən də fəqihlər buradan başqa bir fiqhi fayda çıxardıblar. Onlar deyiblər ki, budun həmin dizə yaxın olan hissəsi övrətdən sayılmır. Əks halda o əllərini Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin budlarına qoymazdı. Qeyd eləyək fayda üçün ki, bu rəyi seçən böyük alimlərdən biri də İmam İbn-i Qayyimdir, rahiməhullah. Sonra Cəbrail əleyhissalam Peyğəmbərimizə müraciət eləyərək deyir ki, ey Muhammed, burada da bir qəribəlik var. Belə ki, Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə iman gətirmiş onun yaxın çevrəsində olan sahabələr əksərən ona ya Rasulallah deyə müraciət eləyərdilər. Lakin Muhammed deyə müraciət etmək adətən çöl ərəblərinin, çöldən gələn bədəvilərin adəti idi. Burada çox vacib bir fayda var. Cəbrail əleyhissalam mələk simasında yox, insan surətində gəlir. Dediyimiz kimi Dihyə adlı sahabənin də yox, tanınmayan bir insan surətində gəlir ki, onun mələk olduğu bilinməsin və ehtimal edilməsin.
Nə üçün? Səhabələr onun şəxsini heyrətlə izləməyərək Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin verdiyi cavablara öz diqqətlərini cəmləsinlər. Çünki məqsəd həmin məlumatlardadır. Eyni zamanda bir səhabə görkəmi də yaratmaq istəmir ki, səhabələr ona adi də yanaşmasınlar. Onun verdiyi sualları və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin verdiyi cavabları və ümumən bu məclisi diqqət mərkəzində saxlasınlar. Və deyir ki, ey Muhammed, mənə İslam barədə xəbər ver. Və Rasulullah sallallahu aleyhi və səlləm İslamın ərkanlarını sayır. Biz hədisi oxuyarkən onları zikr etdik. Buradan görünür və məlum olur ki, bunlar zahiri əməllərdir. İnsan əzalarının icra etdiyi əməllərdir. Kəlmə şəhadət dillə tələffüz olunur, namaz əzalarla əda eləyir, oruc həmçinin bədənin ibadətidir, həc eyni zamanda malın və bədənin ibadətidir və ilaxır. Hədisdən görürük ki, bunlar, bu zahiri əməllər İslamı təşkil edir və bunlarsız İslam yoxdur. Bunlarsız kimsə müsəlman ola bilməz. Və sonra Cəbrail əleyhissalam nə deyir? Doğru söylədin. Və Ömər radiyallahu anh ravi də deyir ki, biz də buna təəccüb etdik. Bir yandan sual verir, digər tərəfdən təsdiq eləyirdi. Bunlar hamısı həmin o məclisin qəribəliyini təşkil eləyən ünsürlərdir. Deyir ki, mənə iman barəsində xəbər ver və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bayaq zikr etdiyimiz imanın rükunlarını sayır. Nəzər salsaq görəcəyik ki, bunlar hamısı bir təsdiqdir. Bunlar qəlbin etiqadıdır və qəlbin əməlləridir ki, bunlarsız da iman olmur. Bunlarsız da iman olunur. Əgər insan İslamın ərkanlarını, bayaq zikr olunanları özündə bərqərar elərsə, icra eləyib, izhar eləyərsə, bu insan hökm baxımından müsəlman sayılır. Lakin onun Allah yanında həqiqi müsəlman olması və etiqadının keçərli olması üçün həmin bu qəlbin etiqad edilməsi vacib olduğu məsələlərə mükəmməl bir şəkildə şəriətin qaydalarına müvafiq olaraq etiqad eləməli, inanmalı və bunları təsdiqləməlidir. Bunun da dəlili, ən bariz dəlillərindən biri Uca Allahın Hucurat surəsində buyurduğudur. Allah-u Teala buyurur ki, Qaletil ə'rabu əmənnə Qul ləm tu'minu. Allah Teala deyir ki, bəzi bədəvilər dedilər ki, biz iman etdik. De ki, siz iman etmədiniz. Vəlakin qulu əsləmnə. Lakin deyin ki, biz təslim olduq, yəni müsəlman olduq. وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ. İman hələ sizin qəlblərinizə daxil olmayıbdır. Ona görə bir insanın zahirən İslamı izhar edib, insanlar arasında müsəlman statusu əldə etməsi bir şeydir. Lakin onun qəlbində imanın bərqərar olub, Allah qatında həqiqi müsəlman sayılması tam ayrı bir şeydir. Və bundan sonra Cibril aleyhissalam yenə Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin dediyini təsdiq eləyərək buyurdu ki, doğru söylədin. Və sonra dedi ki, mənə ihsan haqqında xəbər ver. İhsan, əziz izləyicilər, imanın daha ali mərtəbəsi və ibadətin ən gözəl halıdır. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm cavabında buyurdu ki, ihsan sənin Allaha onu görürmüş kimi ibadət etməyindir. Və bil ki, əgər sən onu görmürsənsə də, əlbət o səni görür. Burada da ihsanın iki mərtəbəsi zikr edildi. Birincisi, sənin Allahı görürmüş kimi bu duyarlılıqla ibadət etməyin. Lakin əgər bu səviyyəni bacarmasan, əldə eləyə bilməsən, onun daha altında olan digər səviyyə də ihsandan sayılır ki, yəni biləsən ki, Allah səni görür. Lakin bu sadə bilmək deyil. Zaten hər bir müsəlman, hər bir insan bilir ki, Allah onu görür. Əgər kimsə Allahın onu gördüyünü etiqad etməzsə, yaxud bunu bilməzsə, o insan, Allah qorusun, kafir olar. Burada mühüm olan Allahın nəzərlərini öz üzərində mükəmməl bir şəkildə duyaraq ibadət etməyindir. Namaz qılarkən sanki Allah Teala ilə danışırmış kimi, Quran oxuyarkən o cümlədən. İhsan mərtəbəsi də budur. İhsan imanın ali dərəcəsidir ki, hər kim bunu əldə eləmək istəsə və bunun üçün ciddi cəhdlə çalışsa, Allah Teala bunu insana nəsib eləyər və verər. Şübhəsiz, Allah kərimdir. Məhz, yəni təfsirçilərin əksəriyyətinin rəyinə görə məhz mövzuya dəlalət edən ayədə Allah subhanahu wa ta'ala buyurur: "Vəllezine cahadu fina lanahdiyannahum subulana." Hər kim bizim yolumuzda cihad eləyərsə, burada söhbət nəfsi cihaddan və insanın öz qəlbini və imanını qaldırmaq cəhdlərindən gedir. Hər kim bizim yolumuzda cihad eləyərsə, biz onu öz yolumuza yönəldərik. Öz yolumuza hidayət eləyərik.
Və hədisdə deyilir ki, sonra Cibril aleyhisselam Peyğəmbərimizdən sallallahu aleyhi və səlləmdən soruşdu ki, mənə qiyamət saatı barəsində xəbər ver. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bilmədiyinə işarə eləyərək dedi ki, bu barədə soruşandan artıq bir şey bilmir. Əslində bu cavab bizim düşündüyümüzdən çox daha əhatəli və dərin mənalıdır. Diqqət eləyək. Alimlərin məşhur rəyinə görə gələnin mələk olduğunu və Cəbrail olduğunu Peyğəmbərimiz sallallahu aleyhi və səlləm özü də bilmirdi. Üstəlik bu qərib adamın maraqlı halları var idi. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin bəzi cavablarını təsdiq eləyirdi. Doğru söylədin deyirdi. Lakin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu tanımadığı adama əminliklə soruşandan artıq bilmir dedi. Yəni mən də bilmirəm, sən də bilmirsən. Bu cavab Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin bilmədiyindən ziyadə bir də qiyamət vaxtını Allahdan başqa heç kim bilmir mənasına gəlir. Mən də bilmirəm, sən də bilmirsən. Bu da böyük bir faydadır və Cəbrail aleyhisselam bu məqamda deyir ki, elə isə mənə qiyamət saatının əlamətlərini xəbər ver və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qiyamətin bütün əlamətlərini saymayaraq, həmçinin qiyamətin böyük əlamətlərindən bəhs eləməyərək, yalnız qiyamətin iki kiçik əlaməti barəsində xəbər verir. Bu məqamda qeyd eləyək ki, bildiyiniz kimi qiyamətin böyük əlamətləri və kiçik əlamətləri olaraq bu əlamətləri alimlər iki yerə bölüblər, təsnif ediblər. Qiyamətin böyük əlamətləri qiyamət vaxtının dərhal öncəsində baş verən əzəmətli böyük hadisələrdir. İsa aleyhisselamın gəlməyi kimi, Dəccalın zühur etməyi kimi, Yəcuc-Məcucun ortaya çıxmağı kimi və s. Günəşin məğribdən çıxması kimi. Bu əzəmətli hadisələri bir-birinin ardından sürətlə baş verəcək və ardından qiyamət qopacaq. Lakin kiçik əlamətlər isə əsasən Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin risalətinə qədər, onunla Peyğəmbərlik verilənə qədər artıq bərqərar olunmuş əlamətlərdir. Məsələn, sonuncu Peyğəmbərin sallallahu aleyhi və səlləm gəlişinin özü kimi. Bunlar qiyamətin kiçik əlamətləridir. Fayda üçün qeyd eləyək ki, bəzi alimlər eyni zamanda orta əlamətlər deyə bir təsnifat da ayırmışlar. Onlar da buna fayda olaraq bu cür qeyd eləmişlər, bu cür izah vermişlər ki, bu dediklərimizdən fərqli olaraq bir də qiyamətin böyük əlamətlərindən öncə və Peyğəmbərimizin sallallahu aleyhi və səlləm risalətindən sonra zahir olacaq əlamətlər də orta əlamətlər ki, bu cür düşünən alimlərə görə əlbəttə bu hədisdə zikr edilənlər də qiyamətin kiçik yox, orta əlamətləridir. Nə deyir burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm? Buyurur ki, birinci növbədə kənizlərin öz xanımını yaxud ağasını dünyaya gətirməsi. Bu məfhumun başa düşülməsi barəsində alimlərimizdən iki rəy mövcuddur. Birincilər deyirlər ki, bu uquq adlı günahların çoxalmasına dəlalət eləyir. Huquq ərəb dilində aq sözünün cəmidir. Azərbaycan dilində valideynin üzünə ağ olmaq kimi başa düşülür. Yəni bu hallar qiyamət öncəsi çoxalacaq, uşaqlar öz valideynlərindən düzgün davranmayacaqlar. Yəni uşaq anasının üstünə çığıracaq, onu əmr eləyəcək, ona qadağan eləyib onunla pis davranacaq. Və bunun nəticəsində ana bir kölə, övlad isə bir ağa yaxud xanım məqamında olacaq. Digər qism üləma isə bu hədisi başqa cür başa düşüb, başqa cür şərh eləyirlər. Onlar deyirlər ki, bu hədis fətihlərin və cihadın çoxalmağına dəlalət eləyir. Əlbəttə, bizim müasir dövrdə quldarlıq əhkamlarının başa düşülməsi bir balaca çətindir. Lakin o əhkamları bilənlər bilir ki, bu nə deməkdir? Bu alimlər işarə eləyirlər ki, deyirlər ki, cihadlardan, fətihlərdən sonra müsəlmanların götürəcəyi qullar və kənizlər sahibləndirilecek sahibkarlar tərəfindən. Və onlar öz sahiblərindən, ağalarından övladlar dünyaya gətirəcəklər. Ondan sonra bu sahibkar dünyasını dəyişərkən, onun mülkü miras üsulu ilə övladına qalanda, bu səfər qeyri-ixtiyari və qeyri-iradi olaraq ana öz övladının əlinin altına kəniz kimi düşəcək. Və bəzi alimlər ümumiyyətlə bu hər iki ehtimalın hər ikisini mümkün və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin dediyindən qəsd kimi görürlər. Lakin burada fiqhi fayda olaraq mütləq qeyd etmək lazımdır ki, İslam şəriətinə görə əgər bir insanın məhrəm qohumu onun əlinin altına kəniz və ya qul kimi düşərsə, onu dərhal qulluqdan azad eləmək onun üzərinə vacib olur.
Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ikinci növbədə qiyamətin digər əlamətini zikr eləyir. Buyurur ki, yalın ayaq, çılpaq, yoxsul çobanların hündür binalar tikməkdə yarışdığını görərsən. Alimlərimiz bunu bədəvilərin barəsində deyildiyini qeyd edirlər. Çünki bu əlamətlər əsasən onlara işarə eləyir. Yalın ayaqdan məqsəd belə başa düşülür ki, onlar adətən ayaqqabı geyməyə meyl etməzlər. Yüngüllük olsun deyə yalın ayaq gəzməyi sevərlər. Həmçinin çılpaqdan alimlər, çılpaq sözündən alimlər qəsd olaraq bunu başa düşüblər ki, bədəvilər şəhər əhlindən və zadəganlardan fərqli olaraq həcmli, heybətli paltarlar geyməyi sevməzlər. Yəni zadəganlar kimi və şəhər əhli kimi köynək üstündən qurşaq, onun üstündən əba, həmçinin heybətli əmmamələr geyməyi sevməzlər. Əksinə, işlərin üzərində rahat olsunlar deyə paltarlarını xəfif tutarlar. Həmçinin yoxsul sözündən başa düşdükləri bu olub ki, alimlərimizin, onlar adətən çöllüklərdə öz təsərrüfatları ilə və sürüləri ilə kifayətlənər, onlardan gələn qazancları özlərinə bəs bilər və bununla sadə həyat tərzi tutarlar. Həmin bu sadəliyi, üzr istəyirəm, yoxsulluq sözündəki qəsdi sadəlik olaraq başa düşüblər. Lakin Rasulullahın sallallahu aleyhi və səlləmin burada onlar hündür binalar tikməkdə yarışarlar deyimindən artıq başa düşülür ki, sonra onlar şəhərlərə meyl eləyəcəklər. Üstəlik qəlblərini dünya malına biraz da bağlayıb, artıq hündür binalar tikməkdə yarışacaqlar. Bir fayda olaraq qeyd etmək lazımdır ki, bu halın qiyamət əlaməti olması bunun özlüyündə pis hal olması mənasına gəlmir. Bunun kimi də qiyamətin digər əlamətləri. Əgər bir şey qiyamət əlamətidirsə, o pis hala olması mənasına gəlmir. Baxmayaraq ki, bəli, qiyamət əlamətlərinin əksəriyyəti xoşa gəlməyən hallardır və pisliklər çoxaldıqca qiyamət yaxınlaşar. Bu məlumdur. Lakin əlamətin hər biri pis deyil. Necə ki, məsələn, bayaq qeyd etdiyimiz kimi sonuncu Peyğəmbərin göndərilməsi. Bu ən gözəl xəbərdir. Lakin qiyamətin əlamətlərindəndir. Ömər radiyallahu anhu bu hədisi rəvayət edərkən davam edir, buyurur ki, sonra o kişi durub getdi. Və ərəbcə desək, belə bir ibarə deyir, fələbistu məliyyən. Xeyli müddət qaldım. Xeyli müddətdən alimlər müxtəlif şeylər başa düşüblər. Bəzi alimlər deyiblər ki, təxminən 3 gün vaxt keçdi bunun üstündən. Və sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm mənə dedi ki, ey Ömər, bu gələnin kim olduğunu bilirsənmi? Və mən də dedim, Allahu və Rasuluhu a'ləm. Allah və Rəsulu daha gözəl bilir. Qeyd eləyək ki, bu kəlmə səhabələrin dilində onların ədəbindən idi. Onlar bir şeyi bilmirəm demək əvəzinə adətən Allah və Rəsulu daha yaxşı bilir. Yaxud Allah bilir kimi daha gözəl və ədəbli cümlələrlə əvəzləyirdilər. Və bu buraxılışımızın uzun olmaması üçün hələlik bununla kifayətlənək. İnşallah növbəti buraxılışda ikinci hədisin şərhi davam eləyəcək. Və sallallahu və səlləmə alə nəbiyyinə Muhammed. Əleyhissallahu bikəfin abdən